ki, Qarabağ alanda məni də alacaqlar. Nəyəsə görə haqda yazdım. Belə, yəni çox şeydə fikirləşmədən, onun populyar olması haqqında fikirləşmədən, sadəcə yenə həmişəki olduğum kimi öz fikrimi paylaşdım. Belə, bir zarafat etdim. Salam aleyküm əziz və dəyərli dostlar. Qızım bir dənəsi bir stories paylaşır ki, 30 il alınmayan Qarabağı aldılar, mənə alan olmadı. Mən buradan o xanıma səslənirəm. Gözəl insan, gözəl xanım, sən gecə gündüz dayanmadan əsərlərimiz üçün dua eləcəksən, Qarabağ alınsın. Sən yerin dibində olsan da axtarıb tapıb sən mən özüm olacağım, narahat olmayacaqsın. Kimsə göndərmişdi deyəsən mənə, ya da hardasa məni taq etmişdilər ki, bax. Mən də açıb baxmışdım. Bir məsuliyyəti hiss elədim bir anda ki, mən bu sözü demişəm, indi də cavab gəlib də arxasında durmalıyam. Anam dedi ki, oğlanı bir qonaq çağırarıq. Bir təşəkkür kimi, nə bilim, düşünmürdüm bu haqda. Yenə sosial şəbəkədə kimsə paylaşdı və hətta dedi ki, bu videonu çəkən əskərimiz şəhid oldu falan. Yenə məni taq etdilər, mənə yazdılar. Və pis oldum, amma tək Daşqının ölümü üçün yox. Bütün həyatını itirən əskərlər gözümün qabağına gəldi. Hamısının bir planı var idi, istəyi var idi. Hamısı zarafatçıl idi, cavan idi. Və bugün nəsə deyib, sabah ona olmadılar. Daşqın kimi.